Salamlar, hər vaxtınız xeyirli olsun əziz dostlar. Bugün yanımda Xaliq və təbii ki kim var? Salih abi. Bugün hara gedirik? Bitti bazar. Bitdi bazara. Bitcoin axtarmağa gedirik. Zarafat edirəm. Bazarda bitlər bazar günü işləyirmi? Maraqlı sualdır. Bitlər işləyəcək. Bitler işleyir ki o bazarın adı bit bazarda. Yani orada Bir də üzr istəyirəm, sual verim. Deməli deyirlər ki, işləyən dəmir işıldar. Bəs işləyən bit Işıldamaz. Ay, sağ ol. Nəsə belə səviyyəsiz zarafatdan sonra gedirik bit bazarına. Gerək görək nələr var. Bu nədir? Bit var, bit. Salam əleykum. Nəsə bu gəlib çatmışıq bit bazarına. İndi girəcəyik bit bazarına. Exa, neyse bende təəssürat var ki bizi burada döyəcəklər. Mən də bayaq istəyirəm. Salih hətta bayaq döyürdülər, yaxşı qurtuldu. Bəli, hətta bir xala Elxanı barmaqladı, indi orada görərsiniz. Sağ olsun, sağ olsun. Yəni tacizə məruz qaldım burada da. Hə, bu lüstrdən fırlatdığımız bu bilirsiniz nədir uşaqlar? O mahnı var, Şamday qıdı qaydın. Kadr çəkirəm bundan. Diamond'da da Diamond. Dayı bunlar hamısı satılır yoxsa tək bir dənə satılır? Bir dənə satılır da. Ha ulan ya. Ha, oğlum. İndi ən şey eləyir. Bəyəndin? Bəyən çox əladır həqiqətən. Çəkilişlərdə yarayır. Xaliq, idmansın sənin qəşəng adamsın. Sənə elə əsl baba lazımdır va. Belə işləyərsən gecə. Papağına bax, elə bil Nemes oğrusudur. Biz var mı işləyə bilirsən qardaş? Təhlükəsizliyin təmin olacaq. Pakistanlıdır qardaşların 3 dəqiqə həll elədiyi kassa. Deməli burada bir Muzey Baku adlı dükan var. Biz önərdilər ki, girin ona, bütün tariximiz oradadır da, nə var, nə yox. Bilmirəm nədir amma, girək baxaq. Hə, burada bax, bundan bilinir ki, burada nəsə belə var da, yəni. Danışırdakı yerli vaxtla saat 6:15 dəqiqədir. Deməli, axırı ki, illərdən sonra babamın kaskını tapdım. Oya, bunun içinə var, oya, maşallah. 41-45-də deməli, babam bu ilə qırğın eləyib, dənə. Həqiqi bir dənə söz deyim. Müharibənin ən çətin yeri elə bunu daşımaq olubmuş. Belə kaskım olar. Hə, dayı. Dayı, bunu nətər gəzdirirlər sən? Belli bir pəhlivan lazımdır. Hə, vallahi, döyüşmək çətin məsələdir. Deyir babamın kaskası. Babamdır. Hə, babam da döyüşür. Əgər buna 10.000 like gəlməsə, Xaliq məni vuracaq. Ya da gəlsə vuracaq. Gəlsə vurursa. Gəlsə Temudan aldığım silahla vuracaq məni. Gəlsə də gəlməsə. Vay, dayıya bax. Sən buranı çox gəzsən. Burada musiqi aləti zat harda olur? Qabalda olmalıdır. Olur elə şeylər. Hayır. Dört nağara yazar. Hə, elə şeylər. Olan hə. Bığlı kişi var, o çocuğun sonunda ola bilər. Bığlı kişi. Hə, yaxşı. Harda bura yanağından bilinir. Hə, valinisi. Onlar yanağın nöqtələrindən bilirsən də. Yanağın nöqtələri biraz belə şeydirsə, az bilinirsə, Oğlan qız dişidir. Hə? Hə. Buralarda bax burnun üstündə şey var. Hə, onlar da bilir. Apşası var. Hə. Papuqay mütəxəssisi var. Ne ola? Dəqiq. Hə, bax bu oğlandır. Bu baladı yoxsa yox üstü yekəndə. Cins şey eləyir, müəyyənləşdirir. Hayır, bu oğlan oğlan. Dayının yaşı qaldı. Bura dayı gedəndə düşürtdü, qaldı orada, düşdü getdi də yəni. Dayı bu qaldı burada ya, ay dayı. Bu qaldı burada ya, düşdü burada. Sizin kanalınız var. Hə, dayı. YouTube'a çəkirik də nə? Salih, bir dənə bura gəz zəhmət olsun. Bununla bağlı fikirlərim maraqlı biz üçün. Bu eramızdan əvvəl
99.000 ildə qalıb. Sağ ol. Riyaziyyatı bitdi. Qəşəng Gəncə göyərtisi, qutaflıq. Gəncədən gəlib mi? Gördük qar. Atıram da Gəncə göyərtisi. Deməli görsən biraz yaxından çək parlar. Gətirmiş Gəncədən qəşəng göyərtimiz var. Kim istəyirsə, Braziliya turşu, hə, var. İstəyən olsa təşkil edirik. Nənəm bundan həmişə su pişirirdi. Belə indi də qocalıb da, indi pişirmir. Əvvəl pişirirdi şeylə, ərişdə ilə. Adını da bilsən nə qoyurdu? Onu pişirəndən sonra o əvvəlik boşqafdan belə süzülürdü yerə, sallanırdı. Deyirdi bu kıçını bacadan sallayan. Çok mu komik? Yüzüme bak, gözlerimin içine bak. Deyir kıçını bacadan sallayan. Deyir o vermişlər oradan sallanır. Ona görə kıçını bacadan sallayan qoyurdu. Deməli əziz dostlar, mən hal-hazırda çox qorxuram çünki qarşımda böyük bir canlı var. Bengal pələngi. Hindistandan gətirmişik. Əhəlləşib özü belə səliqəli dana divicə edir. Biraz gözləri əyridir, o da ki düzələn şeydir. Biraz satırdı da və özü sata bilmir deyərək qalıb burada. Biraz gözləri əyridir, nastrokas qaçıb ona görə düz gedə bilmir. Göl açılanda yaz olur bəh bəh bəh. Baharın ömrü az olur bəh bəh bəh. Sən cehizliyi buradan özüm alacağım. Həqiqi, sənin toyunu özüm eləyəcəm buradan. Qavdan qacaqdan alıb dolduracağım da evi eşi. Kim xaliqin talibidirsə, bax buradan özüm alacağım onun cehizini. Mercedes başlıqlı, Mercedesimiz olmasa da Mercedes başlıqlı duşumuz olacaq. Yəni sual verin, bax. O toyuqlar dayanıb orada da. Onlar niyə getmir, uçmur? NPC-dir, baqa giriblər. Qoyub ora. Bağa girib. Deyir, bağa girmə, çalış bağa gir. Bağa girmərəm sənsiz. Ha. Gülməli də olamsa, orada altda şərh yazın. Gülməliyəm, gülməli də olam. Baxın. Bu bilsən nəyə oxşadı? Bu hər birisi komandirlərin papaqları olur, xüsusi bir yerdə. Gəl, Əxan, bərə gəl. Yaxşıdır. Bu bahadır hə, yəqin. Neçədir? O 80 manat. 80 manat ha? Hə, deyə gördüm onu, hə. Bu bunun lazımları. Bu elə sən əsl. Saçva yaraşır. Fatih Sultan Mehmet. Temudan aldığım Fatih Sultan Mehmet. Ver məndə yoxlayın. Sizlərsən televizorda işləyən. Əday biz Görüm çəkin. özümüzsün. Xaliq baxım sən keçəl başa göm nədir olur? Bax əsl sənlik də Xaliq sənə. Allah and olsun. Məzərət. Yoxuran haqqı çox qəşəng yaraşdı, həqiqət deyirəm. Allah and olsun. Banka qapağını oxşsa. Bax mənə, bax bir dənə. İzləyicilər desin. Mənə bax. Hayır. Əgər Xaliqi belə qəşəng görünürsə izləyicilər bax. Nətər görsən? Basqının nazı ilə çox olmuşsun, hə, Kərbəlayı. Paradoksdur da, şeydir. Dostum baş olmalı. Mənim başıma yaraşmır. Xaliq sən yaraşır amma sən. Bax, kösə yoxşadan. Kösə yoxşadan. Bəy, həqiqətən əsl sənətkarlıqdır. Özünüz hazırlayırsınız da bunları. Allah köməyiniz olsun. Çox Yəni siz demiş, bunu şəhərdə çıxartsan, həqiqət çox baha qiymətə satmaq olur. Vallahi mən Yo, dayının maşa əl işi. Neçə ildir bu işlə məşğulsuz təxminən? 45-50 il olar. 1957 təvəllüdəm. 8-ci sinif qutarandan bu işlə məşğul, öyrənmişəm bu işlə məşğulam. Əvvəl kepqa tikməni, sonra keçib papaq. Allah köməyiniz Bunun olsun. əsl adı nə gedir? Yəni bu papaqlar. Qarakulu, quzu dərsiz də, sana qurban, quzu dərsiz, qarakul. Qara pul. Qarakul, qarakul deyirlər, quzu dərsidir, dərin. Birbaşa da. Körpə quzu dərsidir. Təzə doğulanda qırış-qırış olur, təzə doğulanda. Sizin bu papaqlar insana bir şəxsiyyət görüntüsü verir, bir sənətər deyim, belə bir əzəmət qatır. Ali cənablık qatır da. Amma yenə deyirəm, bu papaqla belə qəşəng bir milli geyimində olar. Milli deyəndə həmin o dediyim geyimlər fasonlar. Deyəvə dayıya daha çox yaraşır. Biz özümüzü yalandan şey edirik. Maşallah. Mən nə yeysəm yaraşır. O heç ha. Hansı yeysəm, çünki özüm tikirəm hamısı. Siz elə özünüzə uyğun tikirsiz ölçüsüzdə də. Yox, elə Rəngini deyil. qəşəng seçirsiniz. Hamının dadında
Yaxşı, əmi bir söz sorsun. Bir papağı hazırlamaq nə qədər vaxt çəkir? Belə papaq alsa 1-2 gün. Hər işidir. 2 gün. Allah köməyiniz olsun. Maşallah. Çox maraqlıdır. Məsələn, bu yunu bu hala necə gətirirsən? Yun elə o halda olur da, doğulanda qırış-qırış olur. Doğulanda elə doğulur. Yox, onu düzgün kəsib doğramaq lazımdır. Bu qayçı ilə kəsilmir, rezva ilə kəsirsən ki, bu qayçı ilə kəsdin, sənin iş deyil, süt gedir, yarısı qalır çırpaq. Yer rezva ilə kəsərsən, kəsəndə düzgün kəsərsən ki, bu bir-birinə uyğun gəlsin. Ya otursun da bir. Görsən onun özü də bir sənə şey işidir də, ustalıq işidir, bacarıqdır. Məncə xaliqi yoxlatdırmaq lazımdır. Gəh ürək heyva istəyir, gəh piraşki istəyir, gəh nə istədin bəyək? Mandalin istəyir. Nəsə elə belə arzuluyur hər dəqiqə bir şey. Gözüm su içmir. Ləbləbi yazabilirsən bax. Ləbləbi. Və axırı ki, getdik, qayıtdıq, gəldik. Təəssüratlarınız? Yaxşı bir gün oldu. Ən azından həyatın fərqli bir üzünü də gördük. Yəni, orada insanlar necə çox əziyyətlə nəsə satmağa çalışırlar. Belə. Xaliqin yuxusu gəlir, hiss elədiniz. Nə, biraz yuxum gəlir, amma nə yalan deyim, bit bazarı deyirik, amma ora biraz da mən emosional da yanaşdım. Həqiqətən oradakı insanlara Allahdan gözəl həyat bəxş edirəm. O qədər. Bəxş edirəm ya da. Seçmə. Tövbə estağfurullah. Sən kimi qələ deyil. Qələ deyil. Allah xoşbəxt eləsin hamısını. Yadı bu. Döyülməyib çıxdığımıza görə mən şükür eləyirəm. Bir-iki moment oldu, az qalır döyülür. Momentum örüyor, amma yaxşı idi, maraqlı idi. Getdik, görməyə dəyər. İllə bir dəfə. Bir dənə tut. Deməli 3 dənə bığı vurma kişi getdi burdan ora. Gedib özümüzə bir dənə bura. Bu da ki lüstrü şeydən şüşəsi. Kimsə lüstrü söküb şüşəsini aldıq gəldi. Əsas can sağladı baba. Şey işıqlar saçır ha. Nə? Üzünə var, nur işığı var. Çox sağ olun, təşəkkür edirəm. Videomu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Təşəkkürlər. Görüşərik. Hələlik. See you. Tolepaj yapılıyor. Şey mən də deyim də. Arigato.